Salam dostlar, bugün biz Neptun supermarketdəyik və sözlərin düzgün deyilişini öyrənirik. Birincisi, gretska yox, greçka, yəni qarabaşaq. Sonra, smetan yox, smetana, yəni xama. Sonra, kalpasa. Kalpasa nədir? Kalpasa yox, kalbasa, yəni kolbasa. Saska yox, sosiski, yəni sosis. Sonra, tuşonka yox, tuşonka, yəni konservləşdirilmiş ət. Skuşonu yox, zguşone moloko, yəni qatlaşdırılmış süd. Batera yox, batareyki, yəni batareya. Ən sevdiyim mandalin yox, mandarin, yəni naringi. İqruşka yox, iqruşka, yəni oyuncaq. Və axırıncısı yolka yox, yolka, yəni şam ağacı.